Əziz şagirdlər, the definite article, yəni müəyyənlik artiklını izah edirəm indi isə. Bu artikel, yəni the article an artiklından fərqli olaraq, qeyri-müəyyənlik artikldan fərqli olaraq həm sayılan, həm sayılmayan, həm tək, həm cəm isimlərlə işlənə bilər. Ancaq onun xüsusi işlənmə yerləri var. Bunu mütləq şəkildə əzbər bilməliyik. Başlayaq. Demək, müəyyənlik artiklı adından bəlli olduğu kimi haqqında məlumatımız olan, bizə danışana və dinləyənə məlum olan bir isimdən söhbət gedirsə, the artiklından istifadə olunur. Onun ümumiyyətlə tərcüməsi həmin deməkdir. Ancaq heç bir artiklı Azərbaycan dilində çevirərkən cümləni biz tərcüməsini işlətmirik. Sonra tək varlıqların qarşısında the sun, the moon, the earth, the sky, the world sözlərindən işlənir. Amma bütün planetlərdə bunu işlətmək olmaz. Biz bilirik ki, ay da planetdir, yer kürəsi də planetdir. Ancaq digər planetlərdə the artiklını işlətmək üçün qarşısında planet sözü olmalıdır. Əks halda işlətmək olmaz. Sifətin üstünlük dərəcəsində the artiklını işlədirik. Orada bizim qarşımıza sifətin est və most şəkilsi ilə işlənməsin qarşımıza çıxdıqda the artiklını istifadə eləyəcəyik. İsimləşmiş sifətlərin, yəni biz əgər ingilis dilində yaxşılar, yaşlılar, cavanlar sözünü demək istəyiriksə, orada sifətin qarşısına sadəcə the artiklı artıraraq biz onun isim olduğunu, həm də cəmdə olduğunu biləcəyik. The good, the old, the young və s. İnsan soyadları əgər bütün ailədən söhbət gedirsə, cəmdirsə, o zaman the article ilə işlənir. Biz bunu isim bölməsində yəli halda da keçmişik ki, the Aliyevs olanda mütləq o soyad cəmdə olmalıdır. Sıra sayılarının qarşısında the article işlədirik. The first, the second. To play feilindən sonra əgər musiqi aləti gələrsə the article işlənir. Əgər idman oyunu gələrsə the article işlətmək olmaz. Play football, play the violin, play the guitar və s. Dillərin qarşısında əgər language sözü varsa, o zaman the article-ını işlədirik. Language sözü olmadıqda biz orada the article işlədə bilmərik. Çünki the English deyəndə language yoxsa, o zaman o ingilislər deməkdir. Yəni sözün mənası dəyişir. Ona görə də mütləq şəkildə orada language sözü olmalıdır ki, biz the article işlədək. Su hövzələri ilə mütləq the article işlənməlidir və bu sizin DIM testində çox qarşınıza çıxa biləcək suallardır. Çayların, dənizlərin, okeanların, göllərin adlarının qarşısında mütləq the article görürük, istifadə etməliyik. Yalnız bir istisnamız var. Əgər göl adının qarşısında lake sözü varsa, o zaman the işlətmək olmaz. Yəni bu yalnız gölə aiddir. Dənizə, çaya, okeana aid deyil. Orada okean sözünü görsəniz belə z ilə verməlisiniz. Ancaq lake, Baykal desək, biz orada the article verə bilmərik. Kanalların adları da the article ilə istifadə olunur. Sonra körfəz adları isə istisnadır. Orada article işlətmək olmaz. Bu da su hövzəsidir əlbəttə ki, amma istisnadır. Lake sözü kimi orada da işlətmək olmaz. Yəni orada siz onun körfəz olduğunu orada bey sözündən biləcəksiniz ki, bu körfəzdir və burada article işlətmək olmaz. Ada qruplarının adı ilə the article işlənər, ancaq tək adları ilə işlətmək olmaz. Biz zaten zero article bölməsinin izahında mən sizə hər birini deyəcəm ki, harada the article qətiyyən işlətmək olmaz. Dağ silsilələri, yəni siz ada qrupu ilə dağ silsiləsinin testini işləyərkən, əziz şagirdlərim, orada S şəkilçisini görsəniz, biləcəksiniz ki, burada cəmdən söhbət gedir. Yəni çoxlu dağdan, çoxlu adadan. O zaman the article ilə olan variantı seçəcəyik. Səhralarla mütləq the article işlədirik. Sahil adları ilə, yəni Azərbaycan dilindəki kimi deyil, ingilis dilində
Çayın sahilinə bank deyilir, okeanınkına coast, shore. Yəni bunların hamısı ilə Z artiklı işlənir. Londonun hissələri düzdür, bizim çox da qarşımıza çıxmır testlərdə, amma bilməliyik, artikılla işlənməlidir. Coğrafi cəhətlər iki cürə işlənir. Deməli, coğrafi cəhətlər Z artiklı ilə işlənir tək halda, ancaq yanında əgər ölkə adı gələrsə, o zaman Z artiklı düşür, işlətmək olmaz. North America desək, orada artikl olmayacaq. The North of America deyə bilərik. Çünki burada oflu birləşmədir, söz bir-birindən ölkədən ayrılıbdır cəhət. Ölkə adları ilə qətiyyən artikl işlətmək olmaz. Ölkə, şəhər, kənd adları ilə artikl işlətmək olmaz. Ancaq yanında Republic, Union, Kingdom, State, sonra Federation sözləri varsa o zaman işlədə bilərik. Yəni, United Kingdom, USA, UK bunlar fərqlənir. Yəni, qarşımıza həddindən artıq çox çıxacaqdır. Çünki İngilis dili ölkələrdir və bunların qarşısında Z artiklı mütləq. Çünki burada Kingdom sözünə görə United Kingdom'da Z artiklı olur. State sözünə görə United States of America'da Z artiklı işlənir. Ancaq qalan ölkələrdə işlətmək olmaz. Yəni, Republic sözü falan olmasa. Topluluq bildirən bir sıra isimlər vardır ki, istisna ölkələrdən biridir ki, ölkələr və şəhərlər vardır ki, onlarda işlədirik. The Vatican, The Netherlands, sonra Philippines, bax bu ölkələrdə istisna ölkələrdir. Bunlardan bir neçəsi qarşımıza çıxa bilər. Hamısı yox, bir neçəsi. Millət adları ilə Z artiklı işlənir o zaman ki, onlara S şəkilsi artırmaq olmur. Bayaq dediyim kimi, The English, İngilislər deməkdir, The French, Fransızlar deməkdir, The Spanish, İspanlar deməkdir. Millət adlarında xalqdan söhbət gedərkən isə English people, artıq people sözünə görə orada Z artiklı düşəcək. Sonra yuxarıdakı sözlər cəmdədir. Onlar təkdə isimlə işlənir. Ancaq əziz şagirdlər, sizin qarşınıza çıxsa a Frenchman olacaq, an English woman. Yəni bir nəfərdən söhbət gedirsə, orada mən və woman sözləri istifadə olunubsa, bu artıq Z ilə işlənə bilməz. Yəni, fransız kişi, fransız qadın deməkdir. Englishman da ola bilər. An Englishman, an English woman. Ona görə də bunların qarşısında an artiklı işlədəcəyik. Sonu S ilə bitən milliyyət adlarında yenə E-də işlənə bilər, Z-də işlənə bilər. Yəni, Z onun cəmliyini göstərəcək, E isə onun tək olduğunu göstərəcək. Orada səhv heç nə yoxdur. Sonra the same, the whole, the difference, the following, at the end, the only, the radio sözləri Z artiklı ilə işlənir. Next və last sözlərinin artikılla işlənməsini izah edirəm sizə. Demək, əgər next və last sözündən sonra zaman bildirən söz gələrsə, o zaman biz nə söz önü, nə də artikl işlədə bilmərik. Ancaq adi isim gələrsə, o zaman növbəti və sonuncu mənasında the next station, the last station məsələn deyə bilərik. Yaş bildirərkən yenə Z artiklına istifadə eləyəcəyik. At the age of 15, 13, etc. Sonra oflu birləşmələr. Əgər burada söhbət, əlbəttə ki, yəli haldan gedirsə, Z isim of, yenə Z isim
düsturu kimi istifadə olunur. Oflu birləşmələr əgər yəli hal bildirirsə, orada Z artiklı hər ikisini artırılacaq. How-la başlayan nida cümlələrindən söhbət gedərsə, o zaman biz ismin qarşısına Z artiklı, cümlənin mübtədasına Z artiklı artıracağıq. Günün 3 hissəsi in the morning, in the afternoon, in the evening Z artiklı ilə işlənəcək və Z artiklı ilə işlənən yaşayış məntəqələri hansı ki biz onları tanıyırıq. Yaşayış məntəqəmizdə yerləşən obyektlərin adlarını istifadə edərkən Z-ni işlədirik. The station, the stadium, the bank, the opera, the theater və s. Əmr cümlələrinin zəhmət olmasa qapını örtün deyiriksə, close the door please kimi istifadə edirik. Yəni, əmr cümlələrində də bizə əmr olunur ki, tutaq ki, xahiş olunur ki, hansısa bizim bildiyimiz bir əşyada nəsə eləyək, hansısa işi icra eləyək, o zaman ismin qarşısına Z artırılır. Çünki həmin sözü orada istər-istəməz yaranır. Həmin qapını, bu qapını örtdü. Yəni, gördüyümüz bir qapıdan, pəncərədən və yaxud da nəyisə istəyiriksə, deyirik ki, bu qələmi ver. O zaman biz Z artiklına istifadə edirik. Vasitəsiz nitqdəki müəllifin, daha doğrusu, adından söhbət gedirsə, o zaman Z artiklı işlədirik. Təşkilat və müəssisə adları ilə Z artiklı işlədirik. Yəni, ən məşhurları burada qeyd olunmuşdu. Z UNESCO, the BBC, the Red Cross, the NATO, etc. Məşhur tarixi tikililər Z artiklı ilə işlənir, ancaq istisnalarımız var. Big Ben, Buckingham Palace və Westminster Abbey artikl qəbul etmir. Bunlar bizim qarşımıza çox çıxacaq, çünki hər üç tarixi tikili İngiltərədə yerləşir. Ona görə onlar qarşımıza testlərdə çıxacaq. Muzey, qaleriya, kinoteatr adları Z artiklı ilə işlənər. Məşhur tarixi hadisələr Z artiklı ilə, dövr adları Z artiklı ilə işlənəcək. Məsələn, The October Revolution, Oktyabr inqilabı. One of ifadəsindən sonra Z artiklı istifadə olunur. Havadan söhbət gedirsə, yenə hava sözü təyinsiz işlənirsə, yəni soyuq, isti deyilsə, adi hava sözü istifadə olunursa, o zaman Z artiklı. The weather is cold today, amma yanında təyin edici varsa, I like cold weather, yəni burada Z artiklı işlətmirik. Və müəyyən artikılla işlənən sabit ifadələr var ki, əziz şagirdlərim, bunları da əzbər bilmək lazımdır. Burada sizə bir dənəsinin diqqətinizi çəkmək istəyirəm üzərinə ki, tell the truth sözü qarşınıza çıxacaq testlərdə. Yadınızda saxlayın, həqiqəti demək olanda, doğrunu demək olanda Z artiklı işlənir. Ancaq yalan demək sözünü ifadə ediriksə, tell a lie olacaq. Orada artiklı işlənir. O da sizin qeyri-müəyyənlik artiklın siyahısında var. Ancaq orada vurğulamamışdım. İndi diqqətinizi üzərinə çəkmək istəyirəm ki, yadınızda saxlayasınız. İndi isə article işlənmən, zero article deyilən bölməni izah edirəm. İnsan və ya əşyaların haqqında ümumiyyətlə danışdıqda biz orada article işlətmirik. Tək ada adları bayaq sizə vurğulamışdım. İşlənən yerində, işlənməmək formasında demişdim ki, tək ada, tək dağ zirvələrinin adları Z artiklı götürməz. Diqqət yetirmək lazımdır. Orada əgər S şəkilçisi yoxdursa, Z artiklı olan variantı seçməyək. İdman növlərinin, oyun adlarının əvvəl Z artiklı işlənməz. Elm-fən adları ilə artikl işlənməz. Yemək adlarından əvvəl breakfast, dinner, supper sözlərindən artikl işlənməz. Şəxs adlarının qarşısında, yəni insan adlarında artikl işlətmirik. Ölkə, şəhər adlarında əgər
bayaq dediyim kimi Republic, Federation, Kingdom və s. yoxdursa, o ölkələrdə heç vaxt article işlətmək olmaz. Qitə materik adlarından əvvəl əgər yenə kontinent sözü yoxdursa, article işlətmək olmaz. Most sözündən sonra sifət gələrsə, z article işlədəcəyik, isim gələrsə işlətmək olmaz. Çünki artıq bu isim gəlsə belə, yəni əksər deməkdir. Mənası dəyişir və orada z-ni işlətmək olmaz. Bu sizin testlərdə qarşınıza çıxacaq. İsmin qarşısında miqdar sayı gələrsə, 6 pages, 3 chapters və s. Yəni burada article təyin edicisinə ehtiyac yoxdur. İsmin qarşısında işarə əvəzliyi gələrsə, this, that, zaten, yəni bu işarə əvəzlikləri z-nin açıq formasına bənzəyir. Yəni işarə göstərilirsə, orada artikla ehtiyac yoxdur. İsmin qarşısında yəli əvəzlikləri gələrsə, artikla ehtiyac yoxdur. İsmin qarşısında early, late sözləri gün və fəsilləri təyin edirsə, o zaman early spring, late summer, o zaman biz işlətmirik yenə artiklı. By sözünsü ilə nəqliyyat vasitələrini biz birbaşa, yəni nəqliyyat vasitəsi ilə harasa gediriksə, o zaman by car, by bus, by taxi və s. işlədirik, z artiklı olmayacaq. Lakin əgər biz maşının içərisində isə, gəminin içərisində isə, onda in the car, in the ship, in a taxi bu formada işlədirik. By yanında mənası olarsa, z artiklı qəbul edir, ancaq bu testlərdə qarşımıza çıxan bir şey deyil. Ancaq məlumatınız olsun. Demək, xüsusi isim Mr., Mrs., Captain, Professor sözləri ilə, xüsusi titullarla qeyd olunubsa, o zaman biz article işlətmirik. Morning, evening, day, night, noon isimləri predikativ funksiya daşıyırsa, o zaman till, from, by sözcüklərdən istifadə olunur və orada z artiklı işlətmək olmaz. Ancaq biz desək in the morning, o zaman işlədirik. In the evening işlədirik. Votla başlayan nida cümlələrində z artiklı işlətmək olmaz. Ancaq artiklı, an artiklı ismin qarşısında əgər sayıla bilən təkdirsə işlənə bilər. No və neither, some və any əvəzlikləri olan cümlələrdə qətiyyən artikl işlətmək olmaz. Göl adlarının qarşısında lake varsa olmaz. Millət adlarının qarşısında people sözü varsa olmaz. Küçə, meydan, park adlarının qarşısında olmaz. Lakin istisnamız var. The high street, the strand, the green park. Yəni bəzilərində işlətmək olur. Zərfin üstünlük dərəcəsində z artiklı olmaz. Ancaq sifətin üstünlük dərəcəsi ismi təyin etdiyinə görə orada z artiklı əlbəttə ki işlədirik. Dillərin qarşısında language sözü yoxdursa, z artiklı işlətmək olmaz. Planet adlarının qarşısında planet sözü yoxdursa, z artiklı işlətmək olmaz. Yarımadaların qarşısında peninsula sözü yoxdursa, artikl işlətmək olmaz. School, college, university, hospital, church, mosque, prison sözlərinin bina mənasında deyil, həyata keçirdiyi funksiya nəzərdə tutulursa, işlətmək olmaz. Yəni, söhbət binasından getmirsə, o zaman işlətmək olmaz. Məsələn, I work at school. Demirik ki, I work at the school. I go to college. College'ə gedirəm. Yəni, mən oranın üzvüyəm, hər gün gedirəm, universitetə gedirəm. Yəni, bu zaman işlətmirik. Bayram adları ilə Christmas, Ramadan işlətmək olmaz. Ay adları, həftənin günlərinin adları, fəsil adları ilə article işlətmək olmaz. Play sözünü də bayaq izah etmişdim, yenə deyirəm. Əgər idman oyunundan işlənirsə, play football, play volleyball, play chess, orada article işlətmək olmaz.
Körpülərin qarşısında artikl işlətmək olmaz.